Salam, qısa xatırlatma edim ki, bizim ödənişli dərslərimizdən maraqlananlar 050 573 97 06 nömrəsinə WhatsApp üzərindən yazıb soruşa bilər. İndi isə keçək test mövzumuzun izahına, hansı ki biz zərf olaraq paylaşmışdıq. Mövzu bunların test izahını vermiş olacağım. Birinci sualda deyir ki, cümlələrin birində nöqtələrin yerinə zərf düzəldən şəkilçi yazılmalıdır. Oxuyuruq A variantı. Dostum çox zarafatcıl. Zarafatcıl oğlandır. Deməli, cıl şəkilçisi isimdən sifət düzəldir, zərf düzəldən deyil. Ona görə də A-na çıxdıq. B-yə baxıq. Dünənki filmə maraqla baxdım. Necə baxıb? Maraqla baxdım. Ona görə də Lalə şəkilçisi burada zərf düzəldən leksik şəkilçi olaraq götürülməlidir. Doğru variant B variantıdır. C-yə baxaq. Dünənki maraqlı film hamının xoşuna gəldi. Maraqlı isə necə sualına cavab verir və sifət düzəltmiş olur. Ağıllı köpəklər ulduza hürər. Ağıllı da bəli eyni şəkilçidir, hansı ki isimdən sifət düzəldir. D-ni də çıxdıq. Doğru variantımız B variantı olmuş oldu. Keçdik ikinci suala. İkinci sualımızda deyir: hansı cümlədə tələffüz formasında verilmiş söz zərfdir? A variantında deyir ki, qatar Lənkərandan gəlirdi. Lənkərandan deyirsə, deməli orada dan nana çevrilmişdir. Deməli bu şəkilçi dan şəkilçisidir. Dan şəkilçisi də deməli ismin çıxışlı hal şəkilçisidir. Bu isə zərf deyildir. Haradan sualına cavab verərək isim yaratmışdır. Deməli isimdir. Çıxışlı halda olan isimdir. A-nı çıxdıq. B-yə baxırıq. Ana bizi mehribanlıqla qarşıladı. Mehribanlıqla deyirsə, mehribanlıqla qarşıladısa, la olur nan kimi tələffüz. Deməli, necə qarşılayıb, nə tərzdə qarşılayıb? Mehribanlıqla qarşıladı. Bəli, doğru variant B variantı olur. C-yə baxırıq. Kəndə vaqonla gəldim. Nə ilə, kimi ilə zərf deyil. C-ni çıxırıq. Kimi dostla gəzdi, kimi yoldaşla, kimlə yoldaşla, bu da zərf deyil. Doğru variant B variantı olmuş oldu. Geçdik üçüncü suala. Üçüncü sualda soruşur ki, hansı cümlədə mürəkkəb zərf işlənmişdir? A variantı. Axşamdan başlanan yağış səhər kəsdi. Burada mürəkkəb zərf yoxdur. Şimal tərəfdən qəflətən güclü külək başladı. Burada da yoxdur. C-də qaranquşlar alçaqdan uçaraq ora-bura vurnuxurdular. Bəli, ora-bura mürəkkəb zərfdir. Elə doğru variantımız da C variantıdır. Dünənki filmə maraqla baxdım. Burada isə mürəkkəb söz ümumiyyətlə yoxdur. 4-ə baxırıq. Düzəltmə zərfləri seçindir. Həmişə zərfdir, amma düzəltmə deyil. Bizdən isə düzəltməni soruşur. 2-yə baxırıq. Təlaşla. Bəli, sözümüzün kökü təlaşdır və təlaşla düzəltmə şəkilçisidir. La şəkilçisidir və düzəltmə söz yaratmışdır. Doğru variantdır. 2. Zarafat yana. Bəli, zarafat yəni sözümüzün kökü zarafatdır. Yəni şəkilçisi düzəltmə zərf yaradır. Bəli, doğru variantda 3-dür. Gözaltı mürəkkəb sözdür. Üzbəüz mürəkkəb sözdür. Bizdən isə düzəltmə zərf dediyinə görə 2 və 3 C variantı uyğun gəlmiş oldu. 5-ə baxırıq. Çox oxuyan çox bilər cümləsində çox sözü nitq hissəsi kimi, çünki yanında işlənən nöqtələrin yerinə müvafiq ardıcıllıqla yazılmalıdır. Bəli, çox oxuyan çox bilər cümləsində çox sözü nitq hissəsi olaraq əslində deməli özündən sonra feil gəlib və bu zərf olur. Zərf. Çünki feilin yanında gəlmişdir. Deməli, bu da A variantına uyğun gəlmiş olur. Hər zaman mı belədir, müəllim? Xeyr, əlbəttə ki, belə deyil. Əsasən belədir ki, zərf feilin yanında olmuş olur. 6-ya baxırıq. Hansı cümlədə zərf işlənməmişdir soruşur. Baxın, zərf işlənməmiş deyir. Şəhidlərin əziz xatirəsi daim qəlbimizdədir. Baxın, burada daim sözü zərfdir. A-nı çıxdıq. Sonra birdən göyün üzü tutuldu və yağış yağmağa başladı. Birdən
nə vaxt, nə zaman, birdən, nə tərzdə birdən oldu. Deməli, zərf. C-yə baxırıq. Bizim dağlar həmişə gözəldir. Nə zaman? Həmişə gözəldir. Var burada. Respublikamız bir çox sahələrdə inkişaf edir. Baxın, burada bir çoxla qarşıdıra bilərsiniz. Amma bir çox saydır. Həm də özündən sonra nə gəlmişdir? İsim gəlmişdir. Saydı. Bu zərf deyil. Elə doğru variantda D variantı sayılmış oldu. Keçdik 7-ci suala. 7-ci sualda deyir, dil ucu, üzü yuxarı mürəkkəb zərfləri hansı yolla yaranmışdır deyir. Dil ucu və üzü yuxarı. Əlbəttə ki, dil ayrı sözdür, ucu ayrı söz, üz ayrı söz, yuxarı ayrı söz. Deməli, bu müxtəlif mənalı sözlərin birləşməsi ilə yaranmışdır. Əks mənalı söz, yəni antonim sözlə yaranmışdır. Doğru deyil. Yaxın mənalı sözlərin birləşməsi yaranmışdır. Xeyr, bu da doğru deyil. Tərkibində sözlərdən biri ayrılıqda işlənə bilməyən sözlərin iştirakı yaranmışdır. Bu da doğru deyil. Keçdik 8-ci suala. 8-ci sualda deyir, mürəkkəb zərfləri seçin. Deməli, bir də ora, bura. Bəli, bu mürəkkəb zərfdir. 2. Qaçaqaç, bu mürəkkəb zərf deyil. 3. Yuxarı zərfdir, amma mürəkkəb deyil. İrəli, geri, bəli, mürəkkəb zərfdir. Basabas mürəkkəb zərf deyil. Deməli, doğru variant 1 və 4 B variantı uyğun gəlmiş oldu. Keçdik 9-cu suala. 9-cu sual deyir, aşağıdakı fikirlərdən hansı zərfə aid deyildir? Aha, baxırıq, hərəkətin müəyyən cəhətdən izah edir. Doğrudur. Necə, nə cür suallarla birinə cavab verir. Bu da doğrudur. Müqayisə dərəcələrinə görə dəyişir. Xeyr, bu zərfin xüsusiyyəti deyil. Bu sifətin xüsusiyyətidir. Elə doğru variantımız da C variantı olmuş oldur. Digər nitq hissəsi ilə ortaq sözləri vardır. Bu da doğrudur. Bizdən yanlış istədiyinə görə C variantı götürdük. 10-cu suala baxırıq. Aşağıdakılardan hansı düzəltmə zərf deyil? Baxın, düzəltmə deyir. Həmişəlik, həmişə zərflərin zərf düzəlmişdir. Bu düzəltmədir. Yenidən, bu da düzəltmədir. Dən şəkilçisi. Çəpəki sözündə, bəli, sözün kökü çəpdir və əki şəkilçisi leksik şəkilçi olaraq zərf düzəltmişdir. Bu da deyir. Dilucu sözü zərfdir, amma mürəkkəb zərfdir. Düzəltmə deyil. Elə doğru variantımız da D variantıdır. 11-ci suala baxırıq. Hansı cümlədə zərf yoxdur soruşur. Hansı cümlədə zərf yoxdur? Baxırıq, tezliklə hər şey düzələcək. Tezliklə zərfdir. Anı çıxdıq. Birdən qapı döyüldü. Baxın, birdən sözü burada zərfdir. Doğrudur. Quşlar dəstə-dəstə uçurdular. Necə uçurdular? Nə tərzdə uçurdular? Zərfdir. İçəridəki uşaqlar gülüşürdülər. İçəridəki sizi aldada bilər. Amma içəri zərfindən içəridəki deməli, nə yaratmışdır? Sifət yaratmışdır. Ona görə də bu zərf yox, sifətdir. Elə doğru variantımız D variantıdır. 12-ci suala baxırıq. 12-ci sualda deyir, düzəltmə zərfin işləndiyi cümləni seçin. Nadir hövlnak ayağa qalxıb təlaşla dostuna baxdı. Baxın, təlaşla sözü, təlaşlı sözün kökü və la isə leksik şəkilçi olaraq zərf düzəlmişdir. Elə doğru variantımız A variantıdır. Baxırıq, ədədləri çoxdan aza doğru düzün. Çoxdan saydır, aza ümumiyyətlə saydır. Burada yoxdur. Axşama 1 saat qalmış yolçular gəlib şəhərə getdilər. Burada da zərf yoxdur. Düzəltmə zərf yoxdur. Daha sonra budur, Aslan yavaş-yavaş hadisə yerinə irəliləyirdi. Burada yavaş-yavaş zərfdir, amma mürəkkəbdir. Bizdən isə düzəltmə zərfi soruşduğuna görə doğru variantımız A variantı olmuş oldu. 13-cü suala baxırıq. 13-cü sualda deyir, hansı sözdə zərf düzəldə, hansı sözdə zərf düzələ bilər? A-da qəlb, B-də altı, C-də şəkil, D-də kitab. Qəlb, qəlbdən. Bax, ona görə də elə A variantı olmuş oldu. Bura qədər zərfimizin testi izahı, növbəti izahlarda görüşənədək.